Burgerlərdə ən sevmədiyim yeyərkən içindəki məhsulların ora-bura dağılması, sosların axıb əlinə, paltarına bulaşmasıdır. Bu məkanda elə bir problemlə üzləşmirsiniz. Belə ki, bura Azərbaycanda ilk və tək olan məkan Uno Burgerdir, yəni uçan naməlum obyekt. Burger tam qapalı formada hazırlanır, ona görə də nə içindən nəsə axır, nə də dağılır. Yeyilməsi inanılmaz dərəcədə rahatdır və bütün sosu içində qaldığı üçün adi burgerlərdən deyərdim daha ləzzətlidir. İkimiz ətli, birimiz isə toyuqlu kombo menyu seçmişdik. Menyuya burger, kartof fri və içki daxildir. Kartof friləri üzəri ədviyyatlı olduğu üçün çox ləzzətli idi. Burgerin tərkibində keyfiyyətli məhsullardan istifadə edilmişdi, bu dadan kimi hiss edilirdi. Ortaya qəlyanaltılardan da sifariş etdik, chicken strips, toyo qanadları və mozzarella sticks. Sos xəstəsi olaraq bütün soslardan demək olar ki, sifariş etmişdim. Qəlyanaltıların hər biri də ləzzətli idi. Menyudan Caesar roll və takonu da sınamaq istədik, onlardan da sifariş etdik. Caesar roll dəhşət dadlıydı, getsəniz ondan da sınaya bilərsiniz. Taco da içi bol və bol soslu idi, bunun da dadını bəyəndim. Lavaşı da xırçıltılı olsaydı daha çox bəyənərdim. Məkan təmizdir, kiçikdir, tamamilə ailəvidir. Koroğlu metro stansiyası yaxınlığında Bravo'nun düz yanında yerləşir. Aşağıda səhifələrini də qeyd edəcəm.